Valideynlərə qıcıq. Bu, böyük bir icebergin görünən hissəsidir. Görünməyən hissəsində isə dərin psixoloji konflikt durur. İçəridə illərlə yığılmış, valideyndən ala bilmədiyim gözləntilər, ona ifadə edə bilmədiyim hisslər, alınmayan dialoqlar yatır. Uşaqlıqda onlar bizim üçün böyük idilər, onlar bizim üçün doğru idilər, onlar bizim üçün güvən idilər, güclü idilər. Amma böyüdükcə onların da insani xüsusiyyətlərini görməyə başladıq, onların zəifliklərini, onların səhvlərini anlamağa başladıq. Və içimizdə o yatan uşaqlıqda həmən o sevgini, qayğını, diqqəti, ifadə olunmayan hissləri axtaran uşaq yenə də onlardan həmən o gözləntini gözləməyə başladı. Əslində bu qıcıq hissi sənə özünü göstərməyə çalışır. Harda eşidilmədin, harda gözləntilərin yarımçıq qaldı, harda istədiyin dialoq alınmadı, harda özünü ifadə edə bilmədin, harda ağrılarını içinə bastırmağa məcbur oldun. Əgər bunları buraxıb yenə də valideynləri qınamağa başlasan, elə də bir yol ala bilməyəcəksən. Çünki valideynlər də bir insandırlar. Onların da məhdudiyyətləri, səhvləri və doğruları var.